Bəlkə də sən məni tanımırsan, amma yüngülvari şairliyim də var. Və hər hansı bir məclisə düşəndə bu şair kimi tanınmışlığın əziyyətini çəkirəm. Belə ki, hamı yeyib içəndən sonra kimisə yadına düşür ki, bu məclisdə bir şair də var və durub deyir, şair sən Allah bir şeir oxu. O məclisdə hüquqşünas da olur, müəllim də olur, həkim də olur. Və mənə maraqlıdır, kimsənin ağzının dediyini qulağının eşitmədiyi bu məclisdə mən durub desəm ki, həkim, qalx qarşındakı insanın bunundakı artıq əti kəs, özünə qarşı hörmətsizlik hesab eləyər, yoxsa yox? Əlbəttə hörmətsizlik hesab eləyər. Çünki həkim həmin məclisə yeyib içməyə gəlib. Yeyib içməyə gəlib, yəni orada həkimlik eləməyə gəlməyib. Və bu cür münasibəti haqq eləmir heç kim. Mən düşünürəm ki, şairlər də ən azı bu cür hörmətə layiqdirlər. Çünki tamadalarla şairlər arasındakı fərqi görmək lazımdır. Şairlər şeir yazırlar, tamadalar şiir deyirlər. Yəni, şairlər özləri gedib mikrofonu götürüb şeir demədikləri müddətcə onlardan məclisdə şeir tələb eləmək onlara qarşı hörmətsizlikdir, onları sıxma boğmaya salmaqdır düşünürəm. Bu qədər.